dünən eşitmə və nitq qüsuru olan 11-ci sinif şagirdinin döyülməsi hadisəsinə də aydınlıq gətirilib. Təhsil Nazirliyi araşdırma apararaq hadisənin təfərrüatlarını, o cümlədən şagirdi döyən şəxsin kimliyini üzə çıxarıb. Təhsil Nazirliyi Nizami rayonu əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbində eşitmə və nitq qüsurlu 11-ci sinif şagirdin döyülməsi ilə bağlı araşdırma aparıb. Nazirlikdən bildirilib ki, 21 yaşlı Elnur Baxşıyev yanvarın 18-ci tarixində günorta saatlarında internat məktəbindən kənarda, metronun Qaraqarav stansiyası yaxınlığında döyülüb. Araşdırma zamanı o da bəlli olub ki, Elnur internat məktəbini keçmiş məzunu Orxan Qasımovla dalaşıb. Mübahisəyə səbəb isə Elnurun Orxana qarşı nalayiq sözlər işlətməsi olub. Orxan Elnur Baxşıyevi vurduqdan sonra isə internat məktəbinə gedib. Zərər çəkənin qohumlarının iddia etdiyi məktəbdə döyülmə faktı isə öz təsdiqini tapmayıb. Nazirlikdən onda bildirdilər ki, Elnur Baxşıyev internat məktəbində gecələmir. O yalnız məktəbə xüsusi təhsil almaq üçün gəlir. Məlumat üçün deyək ki, eşitmə və nitq qüsurlu olan şəxsin qohumları zərər çəkənin təhsil aldığı məktəbin 2-ci mərtəbəsində döyüldüyünü iddia edirdi. Bu işdə isə tərbiyə ocağının müəllimlərini günahlandırırdı. Hər halda döyülən bəlli, məkan bəlli. Qalır bu məsələyə hüquq mühafizə orqanları tərəfindən aydınlıq gətirmək.